Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair müştərək komissiyanın 8-ci iclası keçirilib. Komissiyanın həmsədrləri Azərbaycanın baş nazirinin müavini Samir Şərifov və Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin iştirakı ilə keçirilən iclasın yekununda Qida Təhlükəsizliyi Agentliyi və Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantin sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Anlaşma memorandumu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının bitki mühafizəsi haqqında beynəlxalq konvensiyasının fitosanitar qaydalarına uyğun olaraq ticarət əlaqələrinin inkişafı və ticarət müqavilələrinin həyata keçirilməsi zamanı öz ərazilərinə karantin tətbiq olunan zərərli orqanizmlərin daxil olması və yayılmasının qarşısının alınması, qida təhlükəsizliyinin təmin edilməsi, bitki mühafizəsi və karantini sahəsində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.